Aleykümselam və rəhmətullahi və barakatuhu. Düzdür qardaş, bugünkü gündə eşitirik bəzi müsəlmanlardan ki, bir sıxıntıya, bir gərginliyə məruz qaldıqları zaman həyatdan bezdiklərini ifadə edirlər. Deyirlər ki, həyatdan bezmişik və hətta bəziləri var ki, ölüm arzulayır. Nə bilim, bəziləri var ki, özünə bəddua eləyir. Bu şeylər var. Şək yoxdur ki, halı belə olan qardaşlara mən onu tövsiyə eləyərdim ki, imanlarını gücləndirməyə çalışsınlar. Çünki bunun yeganə səbəbi belə bir arzuya, belə bir məyusluğa, belə bir ümidsizliyə qapanmağın əsas səbəbi imanın azlığıdır. İmanın azlığıdır. Müminin imanı güclü olduğu zaman bu cür ifadələr işlətməkdən və yaxud da belə məyusluğa, belə ümidsizliyə qapanır. Müsəlmanın əgər imanı zəiflədirsə, belə şeyləri ondan baş verməsi qəribə deyil. Hədis var, İmam Müslim rivayət edib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, təəccüb olsun və yaxud da təəccüblüdür müminin həyatı. Müminin işi təəccüblüdür. Hər işi xeyirlidir. Hər işində xeyir var. Və bu ancaq mömin üçündür. Sonra Peyğəmbər s.ə.v buyurur ki, İn əsabəthu sərra şəkər. Ona bir müsibət gəldiyi zaman, xeyir gəldiyi zaman şükür edər və bu onun üçün xeyirli olar. Ona bir zərər gəldikdə isə səbr eləyər və bu onun üçün xeyir olar. Bu hədisin başqa bir ləfzi də var. İmam Əhməd ibn Həmbəl rahmehullah Musnəd kitabında gətirir. Suheyb radiyallahu anhudan. Orada gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə oturmuşduq, yəni sahabələr. Və Peyğəmbər sallallahu aleyhi və səlləm birdən güldü. Və sonra dedi ki, nə üçün güldüyümü məndən soruşmayacaqsınızmı? Sahabələr dedilər ki, ya Rasulallah, nə üçün güldün? Peyğəmbər sallallahu aleyhi və səlləm qalxır, deyir ki, Acibtu li əmril mümin. Müminin işinə təəccübləndim. İnnə əmrahu kulləhu xeyr. Müminin bütün işləri xeyirdir. İn əsabəhu mə yuhib hamidallah. İstədiyi şey ona gəldikdə, istədiyi şeyə nail olduqda Allaha həmd edər. Və kənə xayran ləhu. Və onun üçün bu xeyirli olar. Və in əsabəhu mə yəkrah. İstəmədiyi şey başına gəldikdə, istəmədiyi, xoşuna gəlmədiyi bir müsibətə məruz qaldıqda səbr eləyər və bu da onun üçün xeyirli olar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, və bu ancaq Allahın mömin bəndələrinə aiddir. Deməli, bugünkü gündə insanlar adətən ya nemət içindədirlər, ya da sıxıntı içindədirlər. Hər iki halda insanların bəziləri nemət tərəfindən azırlar, bəziləri isə müsibət tərəfindən azırlar. Bəzi adamlar var ki, kasıb olanda, sıxıntılı olanda Allaha daha çox yalvarır, Allaha tərəf daha çox gedir və elə ki, nemət gəldi, mal, pul gördü və tez çaşır və həddini aşır və günahlara, asiliklərə yol verir. Bəzi insanlar var ki, belə deyil. Bəzi insanların halı belə deyil. Kasıblayanda və yaxud da müsibətlərə məruz qalanda elə olur. Ona görə də bunun hər iki tərəfində problemi bir insanda olan imanın azlığıdır. Ona görə müsəlmanın imanı istənilən səviyyədə oldusa, müsəlman gerçək müsəlman oldusa, Allah Azza və Cəlləni sevən, ona sarılan, şəriətinə sarılan bir müsəlman oldusa, o adətən bu cür ümidsizliklərdən, bu cür məyusluqlardan və yaxud da belə sözlər ifadə etməkdən şək yoxdur ki, uzaq olur. Ona görə Şeyxülislam İbn Teymiyyə rahmehullah deyir ki, insanların halına baxsan görərsən ki, günahlar və nemətlər içindədirlər. Deyir, ona görə kimə nemət gəlib şükür etməlidir, kim günah edir, tövbə etməlidir. Və bununla insan özünü islah edə gedir. Baxın, ümumiyyətlə, belə bir insan, belə bir ideya ilə və yaxud da belə bir inancla insan yaşamalıdır ki, sənin başına nə qədər müsibət gəlirsə gəlsin, bil ki, başqalarının başına gələn müsibətlər var ki, sənin başına gəldiklərindən dəfələrlə çoxdur. Ona görə şükür elə ki, sənin başına gələn hələm azdır. Sələflərdən biri gəlir, deyir ki,
bir nəfər görüb yolda, başı keçəl, başında saç tökülüb, bütün bədənində dəri xəstəliyi var, 2 gözü də kördür və 2 ayağı da işləmir. 2 ayağı da paralizdir və yaxud da fəlc olub. Və bu insan deyir ki, Allaha həmd olsun ki, bir çox insanları düçar etdiyi müsibətlərdən məni salamat saxlayıb. Allaha həmd eləyir. Yoldan keçən şəxs ona yaxınlaşıb deyib ki, Subhanallah, mən sənin qədər müsibətdə olan birini görmürəm. Mən bununla bərabər sən yenə həmd eləyirsən. Səndə hansı nemət var ki, sən ona həmd eləyirsən? Gözün kör, dərində xəstəlik, başın keçəl, ayaqların da fəlcdir. Nəyə şükür eləyirsən? Ona deyir ki, vay sənin halına. Sən görmürsənmi ki, Rabbim mənə zikr edən dil, şükr edən qəlb, müsibətlərə səbr edən Rabbim mənə bədən bəxş eləyib. Bundan böyük deyib, nə nemət verə bilər? Yəni, dilim zikr edən dil verib, şükr edən qəlb verib, müsibətlərə səbr edən bədən verib. Baxın, müminin işi, müminin halı gerçəkdən qardaşlar belədir. Mümin imanı güclü oldusa, Allahı sevdisə, Allahın şəriətinə sarıldısa, nə qədər müsibət gəlsə də Allah həmd eləyir və düşünür ki, ondan da daha çox müsibətdə olanlar var. Hər halda, əgər bir insan bu sıxıntılardan, bu cür məyusluqlardan və yaxud da çarəsizlikdən və yaxud da ümidsizlikdən canını qurtarmaq istəyirsə, xoşbəxtlik axtarırsa, bilsin ki, xoşbəxtlik 3 şeydədir. Birincisi, nemət verildiyi zaman az da olsa, çox da olsa, onun qədrini, qiymətini bilsin və Allaha şükür eləsin. Tək nemət deyildikdə pul nəzərdə tutulmur. Sağlam bədən, görər göz, danışan dil, eşidən qulaq, salih zövcə, övlad, evin olması, həyatda olan, təmənni etdiyin, xoş olan nə varsa hamısı nemətdir. Rabbim sənə nemət verdisə, ona şükür et, əgər xoşbəxt olmaq istəyirsənsə. Rabbim səni imtihana çəkdikcə səbr et, əgər xoşbəxt olmaq istəyirsənsə. Günah etdiyin zaman anında, heç bir saniyə belə, bir dəqiqə belə keçmədən tövbə et, Rabbim səni xoşbəxt eləsin. Ona görə xoşbəxtlik axtaranlar 3 şeyə fikir versin. Nemət gəldiyi zaman şükür, müsibət gəldiyi zaman səbir, günah olunduğu zaman tövbə və istiğfar etmək. Bu üçünə mülazim olan, bu 3 əmələ, 3 qaydaya sarılan insan ləbuddur ki, həyatda Allahın izni ilə xoşbəxt yaşasın. Və insan eyni zamanda mömin, gerçək mömin olmaq istəyirsə, taqva sahibi olmaq istəyirsə, 3 şeyə yenə fikir verməlidir. Birincisi, Allaha itaat etməyə cəhd göstərib, günahlardan qaçmalıdır. Allahı zikr edib, zikr etməyə cəhd göstərib, unutmaqdan qorxmalıdır. Üçüncüsü də nemətlərə qarşı şükür edib, heç zaman Allaha qarşı nankör olmamalıdır. Bu da təbii ki, müminin gerçəkdən imanının yüksəlməsinə səbəb olur. Hər halda, mən bütün qardaşlara və bacılara tövsiyə edirəm ki, nə olursa olsun, heç zaman ümidsizliyə qapanmayın. Hansı müsibətə məruz qalırsınız, qalın, heç zaman məyusliyə qapanmayın. Çünki bizi yaradan Allah, biz ondan kömək dilədiyimiz zaman hər zaman yanımızdadır. Allah Azza və Cəllə Zumar surəsinin 53-cü ayəsində buyurur: "Qul ya ibadiyellezine asrafu ala anfusihim la taqnatu min rahmetillah. İnnallaha yaghfiruz-zunuba cemi'an innehu huvel gafurur rahim." Qullarıma de: "Ey mənim özlərinə qarşı həddi aşmış qullarım, yəni özlərinə zülm etmiş qullarım, Allahın rəhimindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır, o həqiqətən bağışlayandır, rəhimlidir." Allah Azza və Cəllə hamımızı islah eləsin. Allah Azza və Cəllə bizdən xoşbəxtlik nemətini almasın və bu dünyada müsəlman olaraq yaşatsın və bizdən razı qaldığı halda dünyadan köçməyi nəsib eləsin. Əssəlamu aleykum və rəhmətullah.